أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. Rəhman və Rəhim olan Allahın adıyla. يا أيها الذين آمنوا لا تقدموا بين يدي الله ورسوله واتقوا الله إن الله سميع عليم. Ey iman gətirənlər! Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən Allah eşidəndir, biləndir. يا أيها الذين آمنوا لا ترفعوا أصواتكم فوق صوت النبي ولا تجهروا له بالقول كجهر بعضكم لبعض أن تحبط أعمالكم وأنتم لا تشعرون. Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın. Yoxsa özünüz də bilmədən əməlləriniz puç olar. İnnellezîne yaghuddûne asvâtehum inde rasûlillâhi ulâikellezîne imtehanallâhu kulûbehum litteqvâ. لهم مغفرة وأجر عظيم. Həqiqətən Allahın Peyğəmbəri yanında astadan danışanlar o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtihana çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir. İnnellezîne yunâdûneke min verâ'il hucurâti ekseruhum lâ ya'qilûn. Ya Peyğəmbər! Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxunun ağlı kəsmir. وَلَوْ أَنَّهُمْ صَبَرُوا حَتَّى تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَهُمْ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ. Əgər onlar sən qarşılarına çıxıncaya qədər səbr etsəydilər, bu onlar üçün əlbəttə daha yaxşı olardı. Allah bağışlayandır, rəhm edəndir. يا أيها الذين آمنوا إن جاءكم فاسق بنبأ فتبينوا أن تصيبوا قوما بجهالة فتصبحوا على ما فعلتم نادمين. Ey iman gətirənlər! Əgər bir fasik sizə bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız. وَاعْلَمُوا أَنَّ فِيكُمْ رَسُولَ اللَّهِ لَوْ يُطِيعُكُمْ فِي كَثِيرٍ مِّنَ الْأَمْرِ لَعَنِتُّمْ وَلَكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ أُولَٰئِكَ هُمُ الرَّاشِدُونَ. Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o bir çox işlərdə sizə uysaydı, siz əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itayətdən çıxmağa və asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri doğru yolda olanlardır. فضلا من الله ونعمة والله عليم حكيم. Bu isə Allah dərgahından olan lütf və nemət sayəsindədir. Allah biləndir, hikmət sahibidir. وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا
فإن بغت إحداهما على الأخرى فقاتلوا التي تبغي حتى تفيء إلى أمر الله فإن فاءت فأصلحوا بينهما بالعدل وأقسطوا إن الله يحب المقسطين. Eğer müminlerden iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Eğer onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın itayətinə qaydana qədər vuruşun. Qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər. إنما المؤمنون إخوة فأصلحوا بين أخويكم واتقوا الله لعلكم ترحمون. Həqiqətən möminlər qardaşdılar. Buna görə də iki qardaşınızın arasını düzəldin. Və Allah'tan qorxun ki, bəlkə rəhm olunasınız. يا أيها الذين آمنوا لا يسخر قوم من قوم عسى أن يكونوا خيرا منهم ولا نساء من نساء عسى أن يكن خيرا منهن ولا تلمزوا أنفسكم ولا تنابزوا بالألقاب بئس الاسم الفسوق بعد الإيمان ومن لم يتب فأولئك هم الظالمون. Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişqənd etməsinlər. Bəlkə onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasik adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlardır. يا أيها الذين آمنوا اجتنبوا كثيرا من الظن إن بعض الظن إثم ولا تجسسوا ولا يغتب بعضكم بعضا أيحب أحدكم أن يأكل لحم أخيه ميتا فكرهتموه واتقوا الله إن الله تواب رحيم. Ey iman gətirənlər! Çox zənnə gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Bir-birinizin eybini arayıb axtarmayın. Bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar. Allah'tan qorxun. Həqiqətən Allah tövbələri qəbul edəndir, rəhimlidir. يا أيها الناس إنا خلقناكم من ذكر وأنثى وجعلناكم شعوبا وقبائل لتعارفوا إن أكرمكم عند الله أتقاكم إن الله عليم خبير. Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız
Allah'tan ən çox qorxanınızdır. Həqiqətən Allah biləndir, hər şeydən xəbərdardır. قالت الأعراب آمنا قل لم تؤمنوا ولكن قولوا أسلمنا ولما يدخل الإيمان في قلوبكم وإن تطيعوا الله ورسوله لا يلتكم من أعمالكم شيئا إن الله غفور رحيم. Bədəvi ərəblər biz iman gətirdik dedilər. De, siz iman gətirmədiniz. Ancaq biz İslamı qəbul etdik deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır. Əgər Allaha və Peyğəmbərinə itayət etsəniz, o sizin əməllərinizdən heç bir şey əskiltməz. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir. إنما المؤمنون الذين آمنوا بالله ورسوله ثم لم يرتابوا وجاهدوا بأموالهم وأنفسهم في سبيل الله أولئك هم الصادقون. Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, sonra heç bir şək şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır. Məhz belələri sadiq olanlardır. قُلْ أَتُعَلِّمُونَ اللَّهَ بِدِينِكُمْ وَاللَّهُ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ. De, siz dininizi Allah'a mı öyrədirsiniz? Halbuki Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Allah hər şeyi biləndir. يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا قُلْ لَا تَمُنُّوا عَلَيَّ إِسْلَامَكُمْ بَلِ اللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَاكُمْ لِلْإِيمَانِ إِن كُنتُمْ صَادِقِينَ. Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De, müsəlman olduğunuzla mənə minnət qoymayın. Xeyr, əgər doğru deyirsinizsə, bilin ki, sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş olur. İnna Allah ya'lamu ghaybas semawati vel ard. Vallahu basirun bima ta'malun. Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. Allah sizin nə etdiklərinizi görəndir. Sadaqallahul aliyyul azim.